Esselamu aleyküm. Bizim bugünkü dərsimiz izafə haqqındadır. İzafə təyinli söz birləşməsi deməkdir. Ərəb dilində əl-idafətü adlanır. İzafə dedik ki, təyinli söz birləşməsidir və Azərbaycan dilində bu sahib mənsub tərəf adlanır. Yəni sahib mənsub söz birləşməsi adlanır. Misal olaraq evin qapısı. Burada gördüyünüz kimi ev də ayrı sözdür, qapı da ayrı sözdür. İki ayrı sözdən söz birləşməsi əmələ gəlir. Evin qapısı. Bu cürnə söz birləşməsinin birinci tərəfi yiyəlik hal şəkilçisi qəbul edir. Ön üstü 4 şəkilçisi və bu sahib tərəf adlanır. Şəxs və ya əşya üzərlərində sahiblik bildirir. İkinci tərəf isə mənsubiyyət şəkilçisi qəbul edir. I üstü 4 şəkilçisi qəbul edir. Bu da mənsub tərəf adlanır. Və bu mənsub tərəfə ərəb dilində mudaf deyilir. Sahib tərəfə isə mudaf ileyhi deyilir. Mudaf və mudaf ileyhinin özlərinin də xüsusi şərtləri vardır. Məsələn, mudaf özü tənvin qəbul edə bilmir və hallana bilir. Mudaf ileyhi isə tənvin qəbul edə bilir, yəni daim cər halında olur və əl artiklı da qəbul edə bilir. Yəni həm müəyyən işdə, belə deyə əslində müəyyən işdə olur. Çünki adlarda olanda bilirim müəyyən işdə olur. Ümumi isimlər də olanda əl artiklı qəbul edir. Və burada biz misal olaraq verib, məsələn, Həmidin kitabı söz birləşməsini. Burada kitab birinci gəlir və bizim şərtimizdə dedik ki, əl artiklı qəbul etmir mudaf. Olur kitabu Həmidin, Həmidin kitabı. Və bu sahib mənsub tərəf söz birləşməsi olur. Və bu cür nə deyir hallanmaya? Tərkib vəziyyətində hallanma da deyilir. Sonra mudaf ileyhi, yəni iki tərəfli və çox, daha doğrusu mudaf və mudaf ileyhi, yəni izafə iki tərəfli və çox tərəfli ola bilir. Və çox tərəfli izafəyə də izafə zənciri də deyilir. Bu izafə zəncirini belə açıqlamaq olar ki, 3 və daha artıq sözdən, yəni sözün birləşməsindən əmələ gəlir. Məsələn, burada Həmidin evinin qapısı. Sonra izafənin növləri vardır. İzafənin növləri birinci maliklik və sahiblik bildirir. Yəni li hərfi cərin daşıyır. Məsələn, deyirik ki, kitabu Həmidin, Həmidin kitabı. Həmidin kitabı verir. Amma biz desək ki, əl-kitabu li Həmidin. Artıq kitabın Həmidə məxsusluq olduğunu bildiririk. Li Həmidin. Artıq burada li Həmidin. Yenə də biz burada li hərfi üzərindən istifadə etdik. İkinci növün əşyanın növünü və nədən düzəldiyini bildirir. Məsələn, burada misalda kimi dəmir qapı deyəndə bəbu hədidin, amma desəm dəmirdən qapı artıq bəbun min hədidin olur. Yəni qapının dəmirdən olduğunu bildirir. Üçüncü isə məkan zərfi mənasında istifadə olunur. Məsələn, fi hərfi cəri ilə misal gətirir burada. Həzə sadiqul müdərrisəti. Deyir, bu daha da mədrəsəti, deyir, bu məktəb dostudur. Dedik ki, məktəbdəki dost, yəni sadiqun fil mədrəsəti. Yəni məktəbdəki dost. Bu cür istifadə olunur. Sonra sual əvəzliklərindən də istifadə olunur. Yəni izafədə sual əvəzliklərindən istifadə etmək olur. Burada məsəl üçün kitabu mən həzə verir. Burada kitabun mudaf olur. Mən isə mudaf ileyhinin yerində dayanır. Yəni kimin? Həzədə bilirik ki, işarə əvəzliyidir. Bu kimin kitabıdır? Cümlə bu cürlə tərcümə olunur. Bu kimin kitabıdır? Çünki biz birinci tərcümə edəndə mudaf ileyhini tərcümə edirik, sonra kitab sözünü gətiririk, yəni mudafı gətiririk. Amma yazanda birinci mudafı yazırıq, sonra isə mudaf ileyhini gətiririk. Sonra həmciz üzvlü izafədən danışır. Yəni burada mudafı deyir çoxaldılmış izafəyə misallar verir. Məsələn, kitabu və qələmu və dəftəru Həmidin. Burada mudafı çoxaltdı. Kitab,
qələm, dəftər. Yəni bunlardır ki, Həmidin kitabı, qələmi, dəftəri. Və yaxud da mudaf ileyhinə çoxaldılmış vəziyyətdə deyə bilər. Məsələn, kitabu Həmidin və Xalidin və Muhammedin. Muhammedin, Xalidin və Həmidin dəftəri. Bu cürlə də istifadə olunur. Mudaf, yəni mudaf ileyhinə artıra bilirik. Sonra zərf ön qoşmalarından danışır bu dərsdə. Zərflərimiz iki cür olur. Yəni həm hallana bilən zərflərimiz var, həm də hallana bilməyən zərflərimiz var. Bunlarda məkan və zaman zərfləri daxildir. Məsələn, burada hallanmayan zərflərə nümunə verib hunə, burada, hunəkə, orada kimi istifadə olunur. Və bunlar belə deyək. Məsələn, əl-yəvmə sözü isə məsələn hallanan zərflərdəndir. Məsələn, baxın, burada da verib məsələn təhtəl məktəbi. Yəni təhtə zərfdir və özündən sonra gələn ismi də cər halına gətirməlidir. Yazı sonunun altında. Xalfə arxasında deməkdir. Xalfəl bəyti evin arxasında. Və yaxud da əməməl məscidi, məscidin önündə. Bu cürlə tərcümə olunur. Sonra burada xitabla bağlı bizim dərsimiz var. Xitaba ərəb dilində münadə deyilir. Daha doğrusu nidə on deyilir. Sadəcə bu münadə kimi də istifadə olunur. Və belə deyək, xitab ümumiyyətlə bizim dildə də var. Yəni ey, ay mənasında, müraciət mənasında istifadə olunur. Və xitabdan sonra gələn söz tənvinsiz olmalıdır və belə deyim ki, əl-artiklsız olmalıdır. Məsələn, ey Həmid misal gətirib. Yə Həmidu. Ey müəllim, yə müdərrisu. Ey müəllim burada ustazun da verir. Bu da müəllim mənasında istifadə olunur. Yə ustazu, ey müəllim. Bu cürlə. Bu da bizim 5-ci dərsimizin qrammatik bölümü.